Hörmətli izləyicilərimiz, Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində yeni mənzilimiz satışa çıxmışdı. Bura mənzilin giriş hissəsidir. Belə bir geniş holu var. 6 mərtəbəli binanın 5-ci mərtəbəsində 3 otağa düzəlib ümumi sahəsi 82 kvadrat metrdir. Bütün otaqlara və mətbəxə pəncərə düşür. Qiymət 95.000 manat. Bura sanitar qovşaqdır. Sanitar qovşaq bir yerdədir. Bura mənzilimizin mətbəx hissəsidir. Gördüyünüz kimi mətbəxin də pəncərəsi var. Bu divara heç nə olunmayıb, çünki bura mebel yığılacaq. Yəni alan adam mebel yığdıracaq, ona görə divara aboy vurulmayıb. Növbəti otaqlarla tanış edeyim. Mənzilimizin ümumi sahəsi 82 kvadrat metrdir. Qiymət 95.000 manat. Qubçalı binadır. Bura yataq otaqlarından biridir. Gördüyünüz kimi mətbəxin də pəncərəsi var, yataq otağında pəncərəsi var. Bütün otaqları göstərdiyəcəm, pəncərələri də göstərəcəm. Əslində perdelkada, yəni düzəlmədə ya mətbəxin pəncərəsi olmur, ya yatağın burada hamısının pəncərəsi var. Bu da növbəti yataq otağı idi. 2 dənə yataq otağı, bir dənə mətbəx. İndi zalla tanış edeyim sizi. Burada mənzilimizin zalı. Mənzilimiz Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində yerləşir. 6 mərtəbəli binanın 5-ci mərtəbəsində 2 otaqdan 3 otağa düzəlib. Ümumi sahəsi 82 kvadrat metrdir. Qiymət 95.000 manat. Eyvan da var, açıq eyvanı var. Eyvanı bağlamaq mümkündür. Ətraflı məlumat üçün səhifədə əlaqə nömrəmiz var. Növbəti elanlardan vaxtında xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın.